İqbal, ana dokunun. Cinayət işi kapalı olduğu için vəkillərin bizə məlumat verməməklə bağlı öhdəlikləri vardır. Biz hər kəs kimi ilkin məlumatı mediada nə üçünsə kapalı işin yayınlanmış xəbərlərindən öyrəndik. Bizə tələbimiz üzrə dövlət qurumları sadəcə hansı maddələrdən ittiham olunduğu barədə məlumatlarınızı məktub göndərdilər. Burada da qəribə olan bir şeydir ki, 8 yaşından bu ölkədə yaşamayan, ölkə xaricində hər zaman yaşayan bir insan necə olar ki, dövlətə xəyanət etsin? Yəni, dövlətin heç bir sirrini bilməyən bir insan. İqbal heç bir ictimai və siyasi təşkilatda fəaliyyəti olmamış biridir. Onun necə bir gücü var idi ki, millətlər arasında nifrət sala biləcək hərəkətlər və ya çağırışlar eləsin. Ümumiyyətlə, bu iddiamlarla tanış olduqdan sonra ortada bir anlaşmazlıq olduğunu düşünürük və yanlış bir adamı həbs etdiklərini düşünürük. Çünki bu iddiaların heç birinin ona aidiyyatı yoxdur. İqbal tanıyan hər kəs belə düşünür və elə görünür ki, elmi araşdırmalarını cinayət sayırlar. İqbal həbsdən əvvəl heç bir təzyiqə məruz qalmamışdır. Bu günə qədər Azərbaycana dəfələrlə səfər etmiş və heç vaxt bu mənada bir narahatlıq yaşamamışdır. Ona görə də yaşadığımız bu hadisələr ağla sığmır. Həbs olunduqdan sonra yaşadığı təzyiqlər barədə dəqiq məlumat bilməsək də və təxmini başa düşürük ki, bizim üçün narahat olduğundan bunları dilə belə gətirməz. İqbal Masallı rayon şöbəsinə bir bəhanə ilə çağırılıb, amma faktiki olaraq uğurlanıb Bakıya aparılıb. Bunu onun vəkili ölkə xaricində olan günə bilərəklər salmışlar ki, hüquqi baxımdan müdafiəsiz qalsın və seçmədiyi istintaq tərəfindən verilən, dövlət tərəfindən istintaq tərəfindən verilən vəkillə təmin olunsun. Biz 2 gün bütün dövlət qurumlarını onun haraya aparıldığı barədə məlumat almaq üçün gəzdik, rəsmi müraciətlərdə olduq. İqbalın isə həmin vaxtlarda nələr yaşadığını bilmirik. Hansı təzyiqlərlə, nə ilə üzləşdiyini bilmirik. Məhkəməyə ailəsi ilə görüş məhdudiyyətinin qaldırılması barədə vəkillərimiz tərəfindən müraciət olundu. Bir aydan çox biz nə görüş, nə telefon danışığı, nə səsini eşidə bildik. Məhkəmə qəbul etmədi görüş tələbini heç bir cür. Ondan sonra apellyasiya müraciət edildi, apellyasiya qəbul olunmadı. Sonra birdən-birə, deyəlim, 2-ci ay ortalarından keçdikdən sonra həbs müddətindən istintaq tərəfindən qərara alındı ki, görüşə icazə verdilər. Biz onun səsini sadəcə bir ay sonra eşitdik. Görüş hardasa 2-ci ayın axırlarına doğru görüş oldu. Telefon danışıqları təbii ki, tam kontrol altında mühafizəçilərin və kameraların altında olunur. Dediyimiz kimi bizim narahat olmamızı istəmədiyi üçün narahat olmamızı səhhəti barədə şikayətlər eləmir və həqiqətdə nə olduğunu bilmirik. İqbal pedaqoji fəaliyyəti və etnoqrafiya, tarix və lingvistika üzrə apardığı elmi tədqiqatlarla bilinir. Mütəxəssis olduğu şərqşünaslığı və etnoqrafiyanı dərindən qavramaq üçün dəyişik ölkələrdə dəfələrlə olmuş elmi araşdırmalar etmiş, xalqların mədəniyyəti, tarixi və adət-ənənələrinə yaxından bələd olmuşdur. Azərbaycan, Türkiyə, İran, Mərkəzi Asiya və bu regionda yaşayan xalqlar haqqında əyani tanışlığı olan və ən məlumatlı olan mütəxəssislərdən biridir. Eyni zamanda mənsub olduğu Talış xalqının mədəniyyəti və tarixi və görkəmli şəxsiyyətləri haqqında bir neçə elmi araşdırmaları vardır. 7 dildə sərbəst danışır və tərcümələr edir. Amerikanın Yaponiya qədər bu bölgə üzərində işləyən şərqşünaslarla əlaqə saxlayırdı və öz sahəsi üzrə elmi konferanslarda iştirak edirdi. Onlarla fikir mübadiləsinə girirdi. 30-a yaxın ölkəyə səyahət edib və getdiyi hər şəhərdə həmişə oradakı kitabxanalara baş çəkərdi. Həmçinin onun prodüsörü və
rejissoru olduğu kısa metrajlı film bir neçə ay önce Milan ve Madrid film festivallarında öz nominasiyasında galip olmuştur. Yani filmde elmi, fantastik kısa metrajlı filmdir ve Avrupa'nın bu önemli şehirlerinde keçirilən festivallarda ve vətən haini ittihamı altında olan insan Azerbaycan bayrağı altında Azerbaycan'ın adıyla bu filmi yani ki nominant olmuştur. Hə. İttihamların heç birinin ona aidiyyatı yoktur ve elə görünür ki elmi araştırmalar cinayet sayılır herhalde. Biz bugün İqbal Aybelovun məhkəməsindəyik. Kürdəxanadır bura. Kürdəxanada, yəni təcridxanada ilk dəfə olaraq belə bir versiya verilir ki, yəni onlaynla məhkəmə gedir. Hakimlər Lənkəranda oturub bizi içəri buraxmadılar. Hərçənd ki, məhkəmə açılışı açıq olmalı idi. Və çox güman ki, bu günlərdə də onu etat edəcəklər Lənkərana və artıq o orada qalacaq və Lənkəran təcridxanasında biz yenə də təkrar edirəm ki, bu yeni nüanslardır, yəni bizə aydın deyil. Niyə burada olmadı məhkəmə? Nə üçün ağırlarda olmadı? Yəni bu ilk belə bir təcrübədir. Hər halda biz ümidvarıq ki, inşallah bu nəticə yaxşı olacaq və inşallah onlar da anlaşılacaq ki, haqsız onu həbs ediblər. Tezliklə onu azadlıqda görmək niyyəti ilə.